Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizin üçün kimi, təki və tək kimi qoşmaların sözlərlə birlikdə xəbərin yanında xəbəri təyin etmək üçün iştirak etdiyi vaxt hansı cümlə üzvü ola biləcəyi barədə danışacağam. Deməli, ilk olaraq, əgər ki, bu tipli cümlə üzvləri xəbərin yanında işlənəndə xəbər təsriflənən feillə və ya sifətlə ifadə olunubsa, deməli bu cümlə üzvləri zərflikdir. Xeyr, əgər digər adlarla ifadə olunursa, deməli onda təyindir. Adlar dedikdə, yəni sifəti çıxmaqla bunu nəzərdə tuturam. Gəlin cümlələrə baxaq. Deyir ki, danışırdı. Kim? Aysel. Necə danışırdı Aysel? Anası kimi. Burada zərflik olacaq. Çünki niyə? Xəbər təsriflənən feillə ifadə olunubdur. İkinci cümləyə baxaq. Deyir gözəldir. Kim? Aysel. Aysel necə gözəldir? Anası kimi. Burada da yenə zərflik olacaq. Çünki niyə? Xəbər sifətlə ifadə olunubdur. 3-ə baxaq. Deyir müəllimdir. Kim? Aysel. Necə müəllimdir Aysel? Anası kimi. Burada isə artıq xəbər isimlə, yəni digər adlarla ifadə olunduğuna görə buradakı qoşmalı söz təyin olacaq. İzah bu qədər idi dostlar. Ümidvaram ki, sizin üçün aydın olmuşdur. Bu kimi izahları qaçırmamaq üçün kanala abunə olmağı və bildirişləri açıq qoymağı unutmayın.